Mənə sənin iradənə əməl etməyi öyrət. Çünki mənim Allahım sənsən. Sənin ruhun yaxşıdır. Düz yer üçün mənə yol göstər. Zəbur 143:10. Bilirəm, indi həyatında baş verənlərə görə yaşam gücün azalıb. Mənim əzizim, bilirəm, indi sənə çox şeylər ağır gəlir. Başa düşmək çətindir, nə mənim iradəmdir, nə yox. Mənim sevimli övladım, mən sənə doğru yolu öyrədəcəyəm. Mənim iradəmi sənə açacağam. Qarşında elə qapılar açılacaq ki, elə yollar görsənəcək ki, o zaman biləcəksən bunları ancaq mən edə biləcəyimi. Əzizim, indi gəl yanıma, nə istədiyini mənə de və sadəcə gözlə. Məni gözlə. İndi sənin üçün gözləmə dövrüdür. Sonra səni böyük bir iş üçün çağıracağam. Səbr et və gözlə. Zaman səni narahat etməsin. Mən İbrahimə 100 yaşında, Saraya 90 yaşında övlad verən həmin Allaham. Səbr et və gözlə. Sənin yolların artıq hazırdır. Sənin üçün planlarım artıq həyata keçəcək. İblisə yer vermə. Susmağı öyrən. Unutma, o gün bir nəfər belə danışsa, Yerixonun divarları yıxılmazdı. Bugün susmaq günüdür. Amma tezliklə sənə haray çəkməyi deyəcəyəm. O zaman səsin yerin ucqarlarına qədər çatacaq. Qarşında heç bir sədd, heç bir əngəl qalmayacaq. Əziz balam, susmağı öyrənməsən, sözlərin də faydasız və lazımsız görünər.